Gəncə şəhərində yerləşən İstanbul Genetics klinikasında xəstələrimin, pasientlərimin müayinəsini keçirtdim. Növbəti aylarda da inşallah ayda bir dəfə mütəmadi olaraq biz bu klinikaya müraciət edəcəyik. Şəkərli diabet, birinci tip, ikinci tip, zob xəstəlikləri, autoimmun tireoidit, düyünlü zob, zəhərli zob, tireotoksikoz zob biz deyirik ona, gipotireoz və qalxanvari vəzin digər xəstəlikləri. Eyni zamanda yumurtalıqların polikistoz sindromudur, tüklənmədir, adətin pozulmasıdır, boy kiçilməsidir, vitamin D çatışmazlığıdır, piylənmədir, insulin rezistentlikdir. Bu kimi problemləri kimdə varsa, buyurub Gəncə şəhərində yerləşən İstanbul Genetics klinikasına müraciət edə bilər.